broiler toyuqları və kənd toyuqları, yerli toyuqlar. Bilirsiniz ki, toyuqların cinsi vardır. Mən qeyd etdiyim kimi, broiler toyuqları adından da bəllidir. Yəni ingilis sözüdür broiler, yəni ətlik cins nəzərdə tutulur. Bunlar cinsinə görə ət götürən cinsdir. Məsələn, Səba qeyd etdiyim ki, Ros 308 cinsli broiler toyuqlarını yetişdirir. Burada təkcə cins o qədər düzdür, mühüm rol oynayır. Ancaq toyuğa diqqət, toyuğa qulluq məsələsi də vardır. Məsələn, kənd toyuqları sərbəstdirlər. Bilirsiniz ki, ya hər hansı bir canlı gəzəndə, qəbul etdiyi qidanın enerjisini bir qədər də o hərəkətlərinə məsrəf edir, itirir hərəkətlərində. Broiler toyuqları isə yalnız onlar bir yerdədirlər və onlar sıx şəkildə saxlanılır və onların tərpənmə ehtimalı da yoxdur. Yəni, hərəkətsizlik də burada var. Yəni, bu da toyuqların həm cinsinə görə, həm qulluğuna görə və həm də onların hərəkətsiz, çox gəzməməkləri də onların tez ət götürməsinə təbii ki, təsir edir. Eyni zamanda da bunların yemə qabiliyyəti də yuxarı olur. Yemə qabiliyyəti ilə yanaşı, bilirsiniz ki, keyfiyyətli yeməklər, təbii yeməklər hər hansı bir canlı varlığa verəndə təbii ki, onun inkişafı da, kökəlməsi də sürətli olur. Yəni, quşlara da, belə deyək, keyfiyyətli qida məhsulları, toyuq, quş qida məhsulları, dənli bitkilər veriləndə təbii ki, bu da onun kökəlməsinə, yəni kənd toyuqlarından belə deyək də hiss ediləcək şəkildə fərqli olmasına gətirib çıxarır.